deyəndə niyə İranda var? Dostlarım da görürəm ki, artıq bundan beziblər. Şiə kimi deyirlər İranın agentidir, İranın adamıdır. Niyə Şiə məhz İrana bağlanır? Çox yanlış düşüncədir bu. Tamamilə sizlə razıyam. Şiə sözü ümumiyyətlə davamçı deməkdir ərəb dilində, bir ardıcıl olmaq şey. Və Həzrət Əlinin Şiəsi deyildi, yəni onun davamçısı. Bu məzhəb deyil. Bəli, bunu belə deyək, sonradan məzhəb adı kimi qəbul olunub, amma Peyğəmbərin dilindən də işlənib ki, sən və sənin tərəfdarların və Həzrət Əlinin tərəfdarı olan insan Şiə adlanır. Onun sonradan artıq bir məzhəbin üzərində bu ad olub və bu İraqda da hal-hazırda var, Səudiyyə Ərəbistanında biz Məkkə ziyarətində, həcc ziyarətində olduğumuz zaman Cəfəri məzhəbindən olan müsəlmanlar görmüşük və ümumiyyətlə siyasi məsələləri gətirib dinlə əlaqələndirmək, belə deyək, dövlətlər arası münasibətləri inancla gətirib əlaqələndirmək kökündən yanlışdır. Azərbaycan tarixən Azərbaycanda Sünni və Şiə məzhəbləri Əhl-i-Beytə bağlı olur. Mən həmişə deyirəm ki, Azərbaycanda ümumiyyətlə Əhl-i-Beyt inancı bütün müsəlmanlar üçün önəmlidir. Azərbaycanda istənilən bölgələrimizə baxın, müqəddəs insanların məzarlarının üzərində ziyarətgahlar var, insanlar onlara sayğı ilə yanaşır və Azərbaycandakı Əhl-i-Beytə bağlılığı hansısa ölkə ilə əlaqələndirmək bizi tarixi danmaq deməkdir, tarixi faktları inkar eləmək deməkdir və kimlərsə bəzən bundan sui-istifadə edib, hansısa bir ixtilaf salmaq üçün, məzhəb zəminində qarşıdurma yaratmaq üçün, hansısa inancı gözdən salmaq üçün onu müəyyən dövlətlərə bağlayırlar. Təbii ki, inanc vasitəsilə təsir etmək bugün dünyada var. İstənilən ölkənin inancını bir ölkəyə bağlamaq, axı bunun hansı məntiq əsası ola bilər? Peyğəmbər dünyadan köçəndən sonra artıq bir dəstə insan Həzrət Əli əleyhissalamı özünə ölmək hesab edirdi, onun qalıcı gedirdi. Bunun o zaman İranla nə əlaqəsi var? Və yaxud da Küfədə, İraqda yaşayan hal-hazırda müsəlmanlar böyük əksəriyyəti bu inancı bölüşür. Digər ölkələrdə var və Azərbaycanda da tarixən Cəfəri məzhəbi sadəcə ən çox məzhəblərdən biri olur.